Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah, amma ba'd. Allah Azze ve Celle'nin izniyle bugün kısa bir nəsihətlə qarşınızdayım. Və nəsihət etmək istədiyim mövzu elmin dəyəri və alimlərin bizim qatımızda, bizim yanımızda nə qədər dəyərli olması yönündədir. Bu nəsihəti etməyimdəki ən əsas səbəblərdən birisi bəzən qardaşların alimlər barədə kobud ifadələr istifadə etməsi və ya alimlər barədə onların filan məsələdə xəta edib deyərək belə onları bu bir xətada təqsirləndirmələri səbəb oldu. Əlbəttə biz bunu qəbul edirik ki, alimlər xəta edə bilər, bu öz yerində. Amma bu xətanı təyin edən Muhammed mi olmalıdır, Əhməd mi, Ali mi olmalıdır, yoxsa bu xətanı təyin edən digər başqa alimlər mi olmalıdır? Bu nöqtə bizim üçün çox önəmlidir. Baxın, gözəl qardaşlarım, Allah Azze ve Celle buyurur ki, Şəhidallahu ennehu la ilahe illa huve vel melaiketu ve ulul ilmi qaimen bil qist. Allah mələkləri və elm sahibləri ədaləti ayaqda tutaraq Allah'tan başqa ibadətə layiq haqq ma'budun olmadığına şahadət gətirdilər. Baxın, gözəl qardaşlarım, İmam Qurtubi rahimehullah bu ayətin təfsiri ilə bağlı buyurur ki, fi hadihil ayəti dəlilun ala fadlil ilmi və şərəfil uləməi və fadlihim. Bu ayət elmin fəzilətinə və həmçinin alimlərin şərəfinə və fəzilətinə bir dəlildir. فَإِنَّهُ لَوْ كَانَ أَحَدٌ أَشْرَفَ مِنَ الْعُلَمَاءِ لَقَرَنَهُمُ اللّٰهُ بِإِسْمِهِ وَإِسْمِ مَلَائِكَتِهِ كَمَا قَرَنَ إِسْمَ الْعُلَمَاءِ. Əgər alimlərdən daha fəzilətli, daha şərəfli bir insanlar topluluğu olsaydı, mütləq Allah Azze ve Celle özünün isminin yanında necə mələklərin, necə alimlərin adını zikr etmişdirsə, o şəkildə onların adını da zikr edərdi. Deməli, alimlər topluluğu, elm sahibləri, mələklərdən sonra yer üzündə ən fəzilətli və ən şərəfli topluluqdur ki, Allah Azze ve Celle özündən başqa ibadətlər haqq ma'budun olmadığına onları şahid gətirərək ədalət üzərinə buna şahidlik göstərir. Və bu ayət elə özü kifayət edir ki, alimlər haqqında insanlar danışarkən diqqətli olsunlar. Çünki gözəl qardaşlarım, alimlərin xətaları dediyim kimi ola bilər. Heç bir insan mükəmməl deyil, heç bir insan günahsız deyil. Amma alimlər barədə o xəta etmişdir, o bu yolda azğınlığa getmişdir, o bu yolda həddini aşmışdır kimi ifadələri istifadə eləmək doğru deyil. Yəni bu hər insanın həddi üçün olacaq bir şeydir. Bəli, ola bilər alimlər bir-birlərinə rəddiyələr verirlər və həmin rəddiyələr əsnasında bir-birlərini təqsirləndirirlər. Bir insanın götürüb bu cür məqalələri, bu cür kitabları, bu cür fətvaları oxuyub alimləri həmin o alimin dili ilə, yəni sanki məsəl üçün o alim onu təqsirləndirir, bu da durub öz dili ilə onu təqsirləndirməsi bu qəbul ediləsi bir şey deyil. Çünki bu apaçıq elmə və onun əhlinə hörmətsizlikdir. Zaten bunu biz elm əhlindən, alimlərdən gözləmirik. Bunu əlbəttə ki, cahil olan və yaxud da ki, 2-3 kitab oxuyub özünü elmdə rasix sayan insanlardan gözləyirik. Həmçinin Allah Azze ve Celle buyurur ki, Taha surəsində və qul Rabbi zidni ilmən, de ki, ey Rəbbim, elmimi artır. İbn Həcər Əsqalani rahimehullah buyurur ki, Allah Azze ve Celle öz nəbisinə elmin artırılmasından başqa bir şey üçün dua etməsini istəməmişdir. Yəni, ruzinin, gücün, qüvvətin, yəni heç bir şeyin artırılması üçün dua etməsini istəməmişdir. Amma əmr siğası ilə və qul Rabbi zidni ilmən deyərək elminin artırılması üçün Allaha dua etməsini istəmişdir. Çünki hər işin başında elm durur, hər gözəlliyin başında elm durur, hər mükəmməlliyin, hər gözəl işin, hər cəhdin başında mütləq elm durur. Elm varsa orada xeyir var. Əgər elm yoxdursa orada cahillikdən başqa, bilməməzlikdən başqa, Allah və Resulü adına yalan danışmaqdan başqa bir şey yoxdur. Allah Azze ve Celle bizi eşli faydalanan qullarından etsin. Əmin. Allah Azze ve Celle bizi elmə can atan, elm üçün cəhd edən qullarından etsin. Əmin. Allah Azze ve Celle bizləri alimlərə qarşı hörmətli, qayğıkeş edən qullarından etsin. Əmin. Velhamdülillahi Rabbil alemin.